Prezident İlham Əliyevin gəlini Alyona Əliyevanın keçmişi ilə bağlı yayılan məlumatlar ölkədə ciddi rezonans doğurub. Bu açıqlamalar təkcə sıravi vətəndaşlar üçün deyil, eyni zamanda məmurlar və nazirlər üçün də şok effekti yaradıb. Çünki bu məlumatlardan məmurlar da məlumatsız idi. Yayılan məlumatlar doğru olduğu üçün rəsmi təksib də verilməyib. Hazırda cəmiyyətdə hamını düşündürən əsas sual isə budur. Niyə İlham Əliyev və Mehriban Əliyeva bu evliliyə razılıq verdi? Bu sualların cavabı araşdırmalarımız və etibarlı mənbələrin məlumatları nəticəsində məlum olub. Səsləndirilən bütün məlumatları diqqətlə dinləyin və özünüz də təhlil edin. Burada təqdim olunan məlumatlar konkret faktlara əsaslanır. Heydər Əliyevin xəstəliyin sizin diqqətinizə çatdıraq. O, fokal parsial epilepsiya xəstəliyinə tutulub. Həmin insan sizinlə xoş mülayim danışır, ani xəstəliyi biruzə verir, bir anlıq özündən gedir, ayılanda anlaqlı vəziyyətdə olmur, qarşısındakı insana aqressiv davranır, fiziki zorakılıq göstərir, həmin insanın həyatına son verməyə cəhd göstərir. Misal üçün, Heydər Əliyev evdə bacısı Leyla Əliyevaya da xəsarət yetirmişdi. Bir mühüm məqama toxunaq və bunu yadda saxlamağınız xahiş olunur. Mühüm məqam budur ki, Fransa Azərbaycana və Ermənistana münasibətdə daha çox Azərbaycana üstünlük verir. Fransanın ən böyük geyim, parfumeriya və digər şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Xüsusilə də Total şirkəti neft sektorunda böyük paya sahibdir. Lakin Ermənistanda Fransanın elə də böyük şirkətləri yoxdur. Fransanın Ermənistana silah satması ilə bağlı yayılan məlumatlar isə bu günə qədər rəsmi şəkildə təsdiqlənməyib. Bu detalın niyə vurğulandığı yazının sonunda aydın olacaq. Gələk sualın cavabına. Heydər Əliyev Alyona ilə necə tanış olub və onunla niyə evlənib? Alyona əvvəl Ukraynada yaşayıb, daha sonra Rusiya-Ukrayna müharibəsi başladıkdan sonra Alyona və ailəsi Fransaya miqrasiya edir. O, Fransada barlarda çalışır, eskortluqla məşğul olur. Tanışlıq prezidentin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev vasitəsilə baş tutub. Alyona yüngül həyat tərzi yaşayan xanım olub. Azər Əliyev Fransadakı evində təşkil etdiyi şənlikdə Alyona və bir neçə xanım olub. Həmin vaxt Heydər Əliyevlə Alyonanın tanışlığı baş tutur. Onların arasında cinsi münasibətdən sonra Heydər Əliyevin xəstəliyi özünü biruzə verir. O, Alyonaya fiziki zorakılıq göstərir, Alyonanın üzünə və bədəninə xəsarət yetirir. Azər Əliyev qızı pulla dilə tutmağa çalışır. Hadisəni örtbasdır edir. Heydər Əliyev Fransanı tərk edir. Lakin 2022-ci ilin noyabrında Fransaya gələn Heydər Əliyev hava limanında saxlanılır. Bundan xəbər tutan İlham Əliyev təcili Fransaya gedir. Xarici İşlər Naziri Ceyhun Bayramov da İlham Əliyevin yanında olur. Diplomatik müdaxilələr edilir və Heydər Əliyev müvəqqəti azadlığa buraxılır. Onun Fransadan çıxışına qadağa qoyulur. İlham Əliyev oğlunun Fransadan çıxarmaq üçün nə qədər cəhd göstərsə də bu baş tutmur. Məlum olub ki, Alyonanın ailəsi qızlarının başına gətirilən hadisəyə görə şikayətçi olub və Alyonada hamiləlik aşkarlanıb. Heydər Əliyevin Fransadan çıxışına qadağa qoyulmasına əsas səbəblərdən biri də ondan analizlər götürülməsi olub. Daha sonra aparılan testlər nəticəsində Alyonanın Heydər Əliyev tərəfindən hamilə qalması təsdiqlənib. İlham Əliyev bu hadisənin mətbuata çıxmaması üçün ciddi səylər göstərir. İlham Əliyev və Mehriban Əliyeva Alyonanın ailəsi ilə danışıb barışıq əldə etməyə çalışırlar. Ailənin şərti bu olur ki, Heydər Əliyev Alyonaya və uşağa tam rəsmi qaydada sahiblənməlidir. Əliyevlər bunu qəbul edir. Heydər Əliyevin bu hərəkətinə görə Mehriban Əliyevanın UNESCO-dan ayrılması məsələsi gündəmə gəlir. Onun UNESCO-dan qovulması üçün komissiya yaradılıb və Mehriban Əliyevanın hansı səbəblə UNESCO-dan uzaqlaşdırılması müzakirə olunub və dünya mətbuatına açıqlama bilərdi. Lakin bunu istəməyən Mehriban Əliyeva rəsmi olaraq könüllü istefa verir. Daha sonra ailə tərəfindən qızın hüquqlarının tanınacağı məsuliyyətin üzərinə götürüldüyü üçün toy qısa müddətdə keçirilir. Mehriban Əliyevanın 22 dekabrda UNESCO-dan qovulmasından 20 gün sonra 5 dekabrda Heydər Əliyevin toyu olduğu açıqlanır. Toy zamanı Alyonanın üzünün göstərilməməsi isə iki səbəblə izah olunur. Hamiləlik faktı və onun simasının xarici mediada tanınma ehtimalı. Çünki Alyonanın keçmiş simasını Ukrayna və Fransadakı bir çox kişilər tanıyır. Onun kiminlə ailə həyatı qurması həmin şəxslərə məlum olsaydı bu daha da biabırçı vəziyyət yaradacaqdır. Bu toy qısa zamanda baş tutduğu üçün Alyonanın simasını indiki kimi dəyişib insanlara təqdim edə bilmədilər. İlham Əliyev qızı Leylanın toyu kimi oğlunun toyunda daha möhtəşəm keçirmək istəyərdi, amma bu baş tutmadı. Bundan sonra Azərbaycan mediasında Fransaya və Fransa prezidentinin ailəsinə qarşı sistemli təhqir kampaniyasının başlaması da bu hadisələrlə əlaqələndirilir.
Məqsəd isə Fransa ilə bağlı mənfi ictimai rəy yaratmaq. Psixoloji durumu yerində olmayan İlham Əliyev bu yolla Makrondan qisas aldığını düşünüb özünü təsəlli edirdi.